Sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunur. Son günlər yağan yağıntılar əsasən avtomobil yollarının uçmasına səbəb olub. Həmin yollardan biri də Şamaxı Dəmirçi-Lahıc avtomobil yoludur ki, dayandığımız bu nöqtədə baş verən sonuncu sürüşmə nəticəsində yolun bir hissəsi tamamilə uçaraq yararsız vəziyyətə düşüb. Hazırda isə sürücülər yolun digər zolağında hərəkət etmək məcburiyyətində qalıb. Qeyd edək ki, bu ərazilər ümumilikdə sürüşmə ərazilərdir və tez-tez burada sürüşmələr qeydə alınır. Lahıc İsmailli yolun gəldim. Bu yol sürüşkəndir, bərbad vəziyyətdədir. Gəlməyimə də peşman oldum. Yağışdan sonra demək olar ki, yollar təmiz sürüşkən vəziyyətindədir. Bir yerdə deyil, bir neçə yerlərdə yollar uçub pis vəziyyətdədir. Yol uçub, indi biraz daşmaq, zibil dolu yola, indi maşın keçməyi çətin keçir. Elə yenə sürüşüb gedir, çöküb təmiz. Sürüşmələr var, 2-3 yerdə ağac qırılıb düşüb yola, nə bilim, oradan sel qarıb yolu köpürdüb qoyub qarı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, intensiv yağan yağışlar nəticəsində yolun 8, 11, 16 və 17-ci kilometrliklərində sürüşmələr və çökmələr baş verib. Hava şəraiti nəzərə alınmaqla avtomobil yolundakı bütün fəsadlar aradan qaldırılacaq.